Halleluya. Bəli, 2026-cı ilə artıq sayılı günlər qalıb. Bu bazar gündən sonra bir yığıncağımız qalır 2026-cı gündə, 26-cı ildə. Təşrif gün deyirəm. Bəli, elə gündür. 25-ci ildə. 26-cı ilə bir bazar yığıncağı qalıb. Və biz bu bazar yığıncağında keçən dəfə dediğim kimi reallıqların yaradılması qanunlarını öyrənirik. Və yenə təkrar etmək istəyirəm ki, biz artıq heç kimi günahkar çıxartmırıq həyatımızda nəsə bir iş baş verəndə. Biz deyirik ki, bunu mən etmişəm, onlar etməyib, onların günahı yoxdur, onlar bilmirlər nə edirlər. Amin. Mən başa düşürsünüz İsa çarmıqda nə dedi? Mən İsa'nı başa düşürsünüz ümumiyyətlə. Biz İsa çarmıqda dedik ki, onlar bilmirlər nə edirlər. Yəni mən onları məcbur eləmişəm ki, məni öldürsünlər. Mən özümə Allah demişəm, ona görə onları məni öldürürlər. Mən özümə şəfa verən demişəm, ona görə məni öldürürlər. Mən müqəddəs kitabda, Tövratda yazılan mənəm demişəm, ona görə onlar məni öldürürlər. Mən demişəm ki, mən İbrahim yox idim mən olanda, bax ona görə onları məni öldürürlər ki, sənin başın xarabdır, sən necə deyə bilərsən ki, mən olanda İbrahim yox idi, İbrahim məndən sonra gəlibdi. Onlar onu anlamırdılar. Hələ də bu günlərində anlamayanlar var onu. Başa düşməyənlər var ki, İsa olanda İbrahim yox idi. Baxmayaraq ki, fiziki, bədənsəl, bioloji təvəllüdə görə onların aralarında 2-3 min il vaxt var idi. Amma o deyirdi ki, mən olanda İbrahim yox idi. Onlar da dedilər ki, necə yəni? Atamız İbrahim neçə min il bundan qabaq yaşayıb, sən isə deyirsən ki, mən olanda o yox idi. Və ona görə də o çarmıqda nə dedi? Dedi, ya Rəbb, ata, onları bağışla, onlar bilmirlər, mən onları məcbur eləmişəm ki, məni öldürsünlər. Məcbur eləmişəm, yəni nəyə görə? Yəni mən demişəm ki, Allaham. Mən demişəm ki, İbrahimdən qabaq varam. Mən demişəm ki, mən olanda heç kim yox idi, bu dünya yox idi. Və bu onlara çatmırdı. Ona görə də dedi ki, ya Rəbb, onları bağışla. Onlar bilmirlər nə edirlər. Onlar bilmirlər nə edirlər. Və biz keçən dəfə də danışdıq, indi də davam edəcəyik. Reallıqların yaradılması sənətindən. Və mən sual verdim sizə keçən dəfə ki, sən kim olmaq istəyirsən? Sən bu 2025-ci ilin sonunda və 2026-cı ilin başlanğıcında kim olmaq istəyirsən? Gözləyən olmaq istəyirsən, yoxsa yaradan olmaq istəyirsən? Və biz başa düşdük ki, biz ancaq dərk etmədiklərimizi görmürük. Biz o şeyləri görmürük ki, o şeyləri dərk etmirik. Nəyi dərk ediriksə biz onları görürük. Və gözləmək və yaratmaq mövqeyində olmağımızın fərqi ondadır ki, bizə nəyisə peyğəmbərlik edəndə, bizə nəyisə iqrar edəndə, mən dedim keçən dəfə ki, bu pis deyil. Sənə peyğəmbərlik olunursa, sənə nəsə iqrar olunursa, sənə nəsə deyilirsə həyatına, bu pis deyil, əlbəttə. Lakin sənə peyğəmbərlik olunanda, onlar köhnə əhdin gözləntilərini, köhnə əhdi gələcək problemlərin üzərinə, gələcək lütfün üstünə yüklüyürlər. Yəni, sənin üzərə yüklüyürlər. Sən isə mən dedim ki, reallığı götürüb yarada bilərsən. İstədiyin ölçünü yarada bilərsən. İstədiyin və gözlədiyin yerdə onu yarada bilərsən. Peyğəmbərlikdə sən gözləyən olursan. Amma yaradan olanda sən indi və bugünü yaşayırsan. Və ona görə sual vermişdim ki, sən hadisələri gözləmək istəyirsən, yoxsa reallığını özün yaratmaq istəyirsən? Sən hansı olmaq istəyirsən? Çünki İsa dedi ki, mən sizə tezliklə olası şeyləri göstərəcəyəm. Biraz müddət sonra. Və mən də keçən dəfə ki, biraz yadınıza salmaq istəyirəm. Keçən dəfəki təbliğdən. Və çox konkret dedim ki, və dürüst düşünsək biz,
Bütün müqəddəs kitab belədir. Bütün müqəddəs kitab bəziləri üçün artıq baş verib, bəziləri üçün isə hələcə də baş verməlidir, tezliklə olacaq. Bu, elə bir ki, necə dedim keçən dəfə, elə bir ki, onlar dünəni sabahda gözləyirlər. Amma bu belə deyil. Biz başa düşürük ki, biz yalnız dərk etmədiklərimizi görmürük. Dərk etdiklərimizi, nəyi dərk edirik, hamısını görürük. Və biz bilirik ki, səmavi və dünyavi olanı oğul birləşdirdi. Yazıldığı kimi oğulda bütün zaman birləşdi. Hər şey birləşdi. Ona görə də biz artıq gözləyə bilmərik. Biz artıq o vəziyyətdə yaşayırıq ki, varımızdır. Və mən keçən dəfə dedim ki, biz taxta oturmuşuq uşaqlar. Biz Rəbbin taxtında oturmuşuq. Kəlam deyir ki, biz ora otuzdurulmuşuq. İsa Məsihdə dirilərək biz ora otuzdurulmuşuq. Amma gözləmə vəziyyəti, peyğəmbərlik vəziyyəti, bu taxtın vəziyyəti deyil, taxt gözləmir. Taxt heç vaxt, heç də gözləmir. O hər şeyi yaradır. Amin. Taxt hər vaxt hər şeyi yaradır. Sabah xeyr. Sabah xeyr. Hamımız ölməyəcək, amma göz qırpımında dəyişəcəyik. Taxt yaratma vəziyyətidir. Ona görə də mən dedim ki, əgər sən bugün mən taxta oturmuşam vəziyyətini mənimsəsən, sən bu aləmə, bu ruhu və fiziki aləmə daxil ola bilsən, hansı ki birləşibdir oğulda. Yoxdur artıq ruhani vəziyyət və ya fiziki vəziyyət. Oğul var, indi və bugün var. Yoxdur əhd-i ətik, yoxdur əhd-i cədid. Yoxdur köhnə əhd, yoxdur yeni əhd. Ümumiyyətlə heç bir əhd yoxdur. Bizim üçün hər şey tamam oldu vəziyyətidir. Ona görə də sən, mən taxta oturmuşam vəziyyətini mənimsəsən, onda sənin ilk vəziyyətin, bu sənin üçün, mənim üçün belə olacaq ki, sən deyəcəksən ki, mənim üçün hər şey tamam oldu. Tamamilə hər şeyim var. Amin. Sən bu vəziyyətə daxil olacaqsan. Yataqda oturan, mənə 2026-cı ildə nə olacağını söylə demir. Taxta oturan adam deməyəcək ki, deyin görək, mənə 2026-cı nə olacaq? Taxta oturan deyir ki, mən taxta otururam. Hər şey tamam oldu. Hər şey artıq var. Mən bunu bilirəm. Mən bunu bildiyim üçün də səltənətimi genişləndirirəm. Hər şeyi yenidən edirəm, hər şeyi yenidən yaradıram. Çünki tamam oldu. Taxta oturan nə deyir və kitabında? Taxta oturan isə deyir ki, hər şey tamam oldu. Nəyə görə bunları təsvirlər sizə deyirəm? Çünki mən taxta oturmuşam vəziyyətinə daxil olsan, hər şey tamam oldu vəziyyətinə daxil olsan, bu mövqeydə olsan, onda tamam oldu mövqeyində, vəziyyətində yeni hər şeyin yaradılmasının gücü var. Bax, oradadır güc hər şeyi yeni yaratmaq. Başa düşürsən? Mənə qulaq asırsan, yoxsa yox? Mən yəni deyirəm ki, güc bax oradadır, güc istəyirsənsə. Güc tamam oldu vəziyyətində olanda, bax, onda səndə güc olacaq. Daha doğrusu güc olmayacaq. Güc olduğunu anlayacaqsan ki, güc səndədir. Çünki güc tamam oldu vəziyyətində olmaqdır ki, tamam oldu, artıq mənim hər şeyim var. Və biz yeni reallığın necə yaradılmasını öyrənirik. Biz tamam olduğunu öyrənirik, ora daxil oluruq, biz oradayıq. Biz bütün varlığımızla oradayıq. Və mən təkrar etdim ki, keçən dəfə dedim ki, və yenə təkrar edirəm ki, bizim üçün, taxta yanı oturanlar üçün, var burada taxta oturanlar, əlin qaldırsın görün var. Var. Taxta oturanlar üçün sənə deyirəm, ey taxta oturan, qulaq al. Taxta oturanlar üçün peyğəmbərliklər artıq susturulub. Taxta oturan üçün artıq arzu yoxdur, ümid yoxdur. Taxta oturan üçün indi və bugün var, məhəbbət var. Özü demişdi, Korinflər 13-cü fəsil 13-cü ayədə. Ümid də yox olacaq, iman da yox olacaq.
Hər şey yox olacaq. Ancaq məhəbbət əbədidir. Və o məhəbbət səndə olan sənsən. Səndə olan atadır. Ona görə deyirəm ki, taxta oturanlar üçün peyğəmbərliklər artıq susturulub. Taxta oturanlar üçün artıq proqnozlara ehtiyac yoxdur. Çünki taxta oturan reallıqları yaradır. Taxta oturan özü yaradır. Ona lazım deyil nəsə peyğəmbərlik olunsun. Bu artıq taxta oturmaq, bu artıq deyilənlərin taxta oturmaq, bu indiyə qədər olan peyğəmbərliklərin yerinə yetməsi deməkdir. Hansı ki, ata hər şey oğlun əlinə verdi. Hər şey oğlun əlinə təslim oldu. Nə üçün oğlun əlinə hər şeyi təslim elədi? Ki, ala, oğul. Var burada Allahın oğlu. Kaldırın elinizi görün. Diri olun, ey Allah'ın oğulları. Allah'ın oğlunun eline təhvil verildi her şey. Niye? Elə belə baxasan ağzının suyu aksın, yok. Götür, yarat. Götür, et. Götür, yeni vəziyyət yarat. Yeni reallığı yarat. İstediğin her şeyi yarat. Sen ona göre bütün materyallar verilibdir. Ona görə də əziz qardaşlar və bacılar, mən bugün artıq peyğəmbərliyi gözləməməyə çağırıram sizi. Artıq mən sizi peyğəmbərliklərə qulaq asmamağa çağırıram sizi. Qoy peyğəmbərliklər səngisin sizin üçün. Yazılmışdır ki, peyğəmbərlik susacaq, bitəcək, bütün dillər susacaq. Və ona görə də istəyirəm ki, peyğəmbərliklər getdikcə sakitləşsin. Peyğəmbərliklər həyatınızda sakitləşsin ki, əllərinizə baxın. Baxın əllərinizə baxın belə. Əllərinizdəki yaradılış getdikcə daha aydın olsun. Siz yaradırsınız, siz bax bu əllər yaradır. Bax bu əllər yaradır, hər şeyi artıq. Desən də deyim, necə ki dulusu, gili, palçığı götürüb ürəyi istədiyi şeyi yaratdığı kimi, sən də artıq yaratmalısan. Çünki mən istəyirəm ki, sən elə bir şəxsiyyət olasan ki, peyğəmbərlik sənin üçün daha da sakitləşir. Yaratmaq isə sənin əllərində daha da aydın özünü göstərməyə başlayır. Və sən daha da aydın görməyə başlayırsan ki, hər şeyi ancaq sən yaratmalısan, sən yaradırsan və sən yaradılırsan. Amin. Aleluya. Bu keçən dəfə danışdıqlarımızdan biraz bölüşürdüm. Biz reallıqların yaradılması sənətindən danışırıq. Reallıqları yaradılması sənətinə daxil ola bilmək üçün sənə lazımdır ilahi olaraq özünü dərk edəsən. Biz dərk etmə haqqında çox danışmışıq. Biz hətta dərk etmə ilə möcüzənin birbaşa bağlılığından danışmışıq. Biz danışmışıq ki, möcüzə belə, şəfa belə, həyatda hər şey dərk etmə ilə bağlıdır. Çünki başlanğıcda da dedim, biz dərk etmədiyimiz şeyləri görmürük. Biz gördüyümüz o şeylərdir ki, biz o şeyləri dərk edirik. Ona görə də reallığın yaradılması üçün, reallıqları yaratmağın üçün taxta oturduğunu artıq bilirsən. Neçə illərdir bunu sənə deyirəm. Sən taxta oturmuşsan və sən bunu bilirsən. Və indi sənə özünü ilahi olaraq dərk etmək lazımdır. Ona görə biraz bugün dərk etmə haqqında danışacağım. İsa'nın tələbələri kimi çox vaxt bir növ elə bil zirvə, hadisələrin bitdiyi nöqtə barədə soruşurlar ki, son hava olacaq. Hər şeyin sonu hava sual verirlər. Yadınızda da İsa'nın tələbələri də sual verirdi. Bu normaldir, bu problem deyil.
Çünki insan elə dərk etməyib. Onun üçün də onlar, çox adamlar soruşurlar. Yaxşı, bəs İncildə nə yazır son zaman barəsində? Sona çatma barəsində nə yazır? Hadisələrin bitdiyi son nöqtə hava olacaq. Hava çıxıb geyirik göylərə. Hətta xristiyanlar belə soruşur. Hava çıxıb gedirik göylərə. Qulaq as. Dərk etmə mövqeyi, özündə yaratma vasitəsilə, səndə yaratma vasitəsilə səni bütün zamanların altından çıxardır. Sən demirsən olacaq. Sən dərk edəndə, sən dərk etmə mövqeyində, tamam oldu mövqeyində olanda, sən yaratma vasitəsilə yaradaraq bütün zamanların qarmaqlarından, bütün zamanların anlayışından çıxırsan, onun altından çıxırsan. Sənə şad xəbərim var. Sənə demək istəyirəm ki, bəlkə də bəziləri bilirsiniz, bəlkə də bilmirsiniz. Sənə demək istəyirəm ki, Tanrı, yəni ilahi təbiət, bax soruşuram səndən, fikirləşmirsən, bu dəqiqə Tanrı, ilahi təbiət nə ilə məşğuldur? O nə ilə məşğuldur indi? Mən bilirəm sən indi nə ilə məşğulsan, oturmuşsan təbliğə qulaq alsan. Bəs fikirləşmirsən, indi Allah nə ilə məşğuldur? Amin. Allah yalnız özünü dərk etmək ilə məşğuldur. Çünki özünü dərk etmə, çünki bu təbiətdən kənarda heç bir şey yoxdur. Hər şey onun daxilindədir. Nəyi dərk edirsənsə onu görürsən. Halleluya, halleluya, halleluya. Rəbb, hər şey dərk etmənin daxilindədir, uşaqlar. Çünki özünü dərk etmədən kənarda heç nə yoxdur. Nəyə ki, heç nə yoxdur? Hətta hər şey özünü dərk etmədən başlayır. Başa düşürsən? Başla onun üçün də özünü dərk etməyə. Kəlamda yazılıb da, əvvəllər də demişəm ki, başlanğıcda kəlam var idi. Yəni şuur var idi, düşüncə var idi. Və hər şey də onunla başladı. Və mən bugün bu yerdən sənə deyirəm, nə bəxtəvərdir mənim bu sözlərimi dərk edib anlayan kəslər. Halleluya! Ona görə də elə belə demirlər ki, ilahi təbiət elə bil droja bənziyir. Hansı ki, daima artıq olanı artırır, izzətdən izzətə. Kimin varıdırsa daha çox verilir. Yazılır ki, kimin varıdırsa daha çox veriləcək. Görsən, azca varındır, droj. Və o artır, çoxalır. Droju mən misal çəkirəm. Kimin varıdırsa daha çox veriləcək. Dolub daşana qədər, artıb. Qazandan qırağa çıxıb tökülənə qədər. Qazandan daşıb çıxır xəmir. Sallanır artıq. Pola tökülür, yerə tökülür. Yeni şərab kimi qaynayır, qaynayır, qaynayır. O dirək yeni şərabı köhnə tuluğa töymezlər. Niyə? Çünki yeni şərab qaynayır. Bunlar mən indi danışdıqlarım var ha. Xahiş edirəm. Bax, İsa deyəndə ki, quşlara baxın, o quşları göstərmir deyə göydən. O quşlara baxın deyəndə onlar düşüncələrində quşları görürdülər. Və mən də bunların hamısını sənə dedikcə, bu ilahi təbiətin təsəvvürləridir. Başa düşsən, təsvirləridir. Mən sənə bunları dedikcə, sən bunları təsvir et olduğun yerdə. Mən o deməyim ki, bu, kimin varıdsa verilir, daha çox verilir, xamur kimi, çaxır kimi, bu şərab kimi qaynayır. Bunlar hamısı ilahi təbiətin təsvirləridir. İlahi özünü dərk etməni göstərir bu. Və ata öz ilahi təbiətini qulaq as. Və sən görəcəksən ki, bunu sən də elə, səndə də elədir. Ata Allah öz ilahi təbiətini
təcrübə ilə yaşamaqdan ləzzət alır. Ata özü belə bu təcrübədən ləzzət alır. O yaradır və o özü ləzzət alır bunlardan. Və sən də nəyəsə yaradanda, yaxşı şey yaradanda ləzzət alırsan, ha? Yoxsa bu elə ataya ləzzət verir. Sən də ləzzət alırsan. O özü ləzzət alır. Və bütün bunlardan bəs biz nə edirik? Öz təcrübəmizi izad etməklə və ya əslində yaratmaqla özümüz bu hadisə ilə yaşayırıq. Sən bu hadisəni yaşayırsan. Bilirsən, Allah sonra dərk etdiyini, gördüyünü, istədiyini yaradandan sonra yer üzərini yarattı və bu hadisə ilə o başladı yaşamağa. O yaratdığına daxil olmağa başladı. O bu hadisələrlə yaşamağa davam etdi. O bədənə girdi. Yeni bir izzətə girdi. Başa düşürsən, dünyada olmamış bir bədənə, hələ olmamış bir izzətə daxil oldu. Hələ bədən ilk dəfə idi, bədən yaranmışdı. Və Allah ora daxil oldu. O yeni bir izzətə girdi. Və özündə genişləndi. Yəni, özü üçün olmayan bir şeyi yarattı. Özü üçün olmayan bir şeyi ortalığa qoydu və yaşadı. Və bundan sonra nə olacağını və nə olduğunu artıq nəticə çıxara bilərsiniz ki, nələr oldu, nələr baş verdi. Bunu ata Allah elədi. Buna görə də dərk etmə, bu öz ilahi tamlığını dadmaqdır. Öz ilahi tamlığını, ilahi varlıq olduğunu dadmaq deməkdir. Harada ki artıq hər şey var, harada ki artıq tamam oldu, harada ki hər şey artıq varımdır vəziyyətindədir, mənim varımdır vəziyyətindədir. Lakin kimin varıdırsa ona yenisi əlavə olunur vəziyyətindədir. Aleluya. Görün dərk etmə nəyə gətirir, çıxardır. Çünki Allah müdrikdir. Müdriklük ruhu o deyir ki, Allah dünyanı yaradanda mən onun yanındaydım. Kəlamda yazır bunu, kəlam oxuyanlar bilir. Müdriklük öz yolunu özü bilir. Və o müdriklük büyün səndədir, o özü öz yolunu bilir. Onun heç bir proqnoza ehtiyacı yoxdur. O heç bir proqnoza ehtiyac duymur. O bu yolu ona görə proqnoza ehtiyac duymur ki, ona görə peyğəmbərliyə ehtiyac duymur ki, o bu yolu özü yaradır. O necə peyğəmbərliyə qulaq asa bilər? Aleluya! O özü yaradır. Müdriklük özü yaradır bu yolu. Və əhd-i ətiq, köhnə əhdyanı öz şəkilləri ilə, öz göstərişləri ilə, öz sözləri ilə buna işarə etdi. İsaq barəsində deyək məsəl üçün. Fikir ver, İsaq quru torpaqda əkəndə fəsillərdən asılı olmadığını göstərdi. Fəsillər başqa sözlər deyirdi, başqa vəziyyətlər yaradırdı. O isə dedi ki, mən fəsildən və zamandan asılı deyiləm. Hər bir kəs quraqlıqla əlaqədar nəsə eləyirdi. Nə bilim, su çəkirdi sahəyə, gözləyirdi ki, havaya bulut gəlsin. Və tamamilə fərqli idi. Hikmət isə öz yolunu bilirdi. Müdriklük öz yolunu bilirdi, İsaqda olan müdriklük. İsaq bütün ölkəni, necə deyim, quraqlıqdan qutarmadı. O, bütün ölkəyə suvarma kanalları çəkmədi. Sadəcə quru torpaqda əkdi və nə etdiyini bilirdi. Bu onun yolu, müdriklüyü idi, bu İsaqın müdriklüyü idi.
Ona görə də əziz dostlar və qardaşlar, bacılar, bax, belə yaşamağı təklif edirəm. Peyğəmbərliklərdən, proqnozlardan uzaqlaşmaq, dollardır ya dollar deyil, manatdır ya manat deyil, nə olursa olsun. Mən bilmirəm, nədənsə hər bir Peyğəmbər haradasa kimin seçiləcəyini təxmin etməyi elə bir ki, öz vəzifəsi bilir ki, kim harada, hansı deputat harada seçiləcək, hansı prezident seçiləcək, hansı prezident seçilməyəcək. Hətta Allahın oğulları, kilsədə olan hətta Allahın oğulları belə yarışırlar, bir-birinə söz atırlar, bir-birinə nə bilim, papaq atırlar, bir-birinin ağaçla döyürlər ki, bu prezident olacaq, bu olmayacaq. Təxmin edirsiniz kim prezident olacaq? Təxmin etmədiniz. Amma o kölgədə, qıraqda qalan insanlar pulların üzərində otururlar və bu müdürləri təyin edirlər və gülürlər. Gülürlər belə adamlara, proqnoza, peyğəmbərliyə inanan adamlara. Buna görə də heç bir şeyi proqnozlaşdırmamaq daha yaxşıdır. Siz yolunuzu yaratmalısınız, biz yolumuzu yaratmalıyıq. Bunda taxt var, ilahinin real tamlığı var. Və dərk etmə bu ilahi mövqedir. Başa düşürsən? Dərk etmə ilahinin olduğu mövqedir, daim məşğul olduğu işdir. Dillər, bəzi hadisələr baş verəndə ya və İsa gələndə, peyğəmbərliklər bəzi hadisə baş verəndə və ya İsa gələndə susmayacaq. Xeyr. Peyğəmbərlik dilləri şəxsən sənə lazım olmayanda susacaq. Başa düşürsən? İsa gələcək, dillər susacaq, İsa gələcək, peyğəmbərlik susacaq. Xeyr, yazılmayıb elə. Dillər və peyğəmbərliklər o vaxt susacaq ki, onlar sənə lazım olmayacaq. Eşən, sən nə danışırsan? Sən peyğəmbərliklərin əleyhinəsən? İsanı peyğəmbər adlanırdılar, Düz deyirsən və düzgün də edirdilər, düz də adlandırırdılar. O ölçü var idi ki, o peyğəmbər kimi çıxış edirdi. Amma gəlin şəkilə tamlıqla yarımçıq baxmayaq ki, burada o peyğəmbər kimi idi. Gəlin şəkilə tamlıqla baxaq. İsa nə etdi? Hələ də kilsə təlimində hələ də belə öyrədirlər. İsa nə etdi? Gəlin şəkilə biz baxmayaq ki, İsa'ya peyğəmbər dedi. Bəli, peyğəmbər də dedilər, Allahın oğlu da dedilər, Davudun oğlu da dedilər. Yusifin oğlu dedilər, Məryəmin oğlu da, hər şeyinə dedilər. İblisin oğlu da dedilər, sən iblisdənsən dedilər. Diqqətli ol, gəl şəkilə tamlıqla baxaq. İsa nə etdi? İsa, o, İncildə, yeni əhdə baş verənləri, İnsanlar köhnə əhdə olan peyğəmbərliklə bağlayırdılar. Ki, İsa gəlib indi köhnə əhdə baş verənləri, köhnə əhdə olan peyğəmbərlikləri indi yerinə yetirir. Xeyr! İsa bu yolu qabaqcadan özü xəbər vermişdi. Bu peyğəmbərlikləri edən o idi. Bu yolu yaradan o özü idi. Özü də qabaqcadan xəbər verdiyi bu yolu özü keçdi. Məni anladın sən, yoxsa çatmadı fikrim sənə? Diye peyğəmbərlikləri isə yerinə getirdi. Kişi, o peyğəmbərlikləri eləyən İsa özü idi köhnə əhdə. Elə öyrədirlər ki, güya kimsə, başqa adam onu peyğəmbərlik eləmişdir, İsa da gəldi, onu yaşadı. Xeyr! O peyğəmbərlikləri köhnə əhdə eləyən
Allahın ruhu idi, İsa Məsih idi. Ha? Başa düşürsən? O bu yolun qabaqcadan xəbər vermişdi. Və özü də qabaqcadan, əhdi ətikdə qabaqcadan xəbər verdiyi yolu özü də keçdi. O qabaqcadan xəbər verdiyi yolu sənə təklif etmədi keçməyə, özü keçdi. Bugün elə görsənir ki, bugün elə öyrədirlər ki, güya İsa barəsində peyğəmbərlər dedilər. İsa da bu müqəddəs yazıları oxudu, gəldi, Tövratı, Zəburu oxudu və bu Tövrata, Zəbura, peyğəmbərlərə hörmət edərək bu yolla getdi. Ha? Elə anlamışıq da, biz elə anladıqlar. Ha? Yoxsa təkcə mən elə anlamışam. Ki, hə, İsa Məsih gəldi, peyğəmbərlərin peyğəmbərliyi eləmişdi, bax, İsa da bunları yerinə yetirdi. Ay kişinin oğlu, ay kişinin qızı. İsa özü etmişdi o peyğəmbərlikləri insanlar vasitəsilə, özü də yerinə yetirdi. Bu peyğəmbərlər elə Məsihin ruhu ilə danışırdılar, eşidirsən? Beləliklə, bu surətin, bu şəklin tamlığı budur. Allahın oğlu, qulaq as, sənə aiddir bu. Mən nümunə onu göstərib, səni özünə göstərmək istəyirəm. Şəklin tamlığı budur ki, Allahın oğlu özünə yol proqnozlaşdırdı. Özünə yol peyğəmbərlik etdi. Yarattı və bu yolu keçdi. İndi eyni şeyi etməyinizi sizə təklif edirəm. Başa düşürsən, niyə bunları danışıram? Çünki bu şeyləri etməyi sizə təklif edirəm. Özünüzə getmək istədiyiniz yolu proqnozlaşdırın. Və bu yolla keçib gedin. İsa qabaqcadan özü üçün yol proqnozlaşdırdı. Özü üçün peyğəmbərlik etdi. Özü də o yolu özü yarattı. Bax buna, qulaq as, haradasınız? Gizləniblər gənə hamısı kameranın dalında. Kameranı söndürüblər. Bax buna, başa düşdünüz, ümumiyyətlə mənə baxın bir dəqiqə. Başa düşdünüz siz ki, İsa Məsih köhnə əhddə yazılanları peyğəmbərliyin xətrinə yerinə yetirmədi. O köhnə əhddə özü yazmışdı onu. Anladınız bunu? O köhnə əhddə olanı özü peyğəmbərlik etmişdi. Peyğəmbərlər onun barəsində deməmişdi. Və o da kiminsə xətrinə bunu yerinə yetirməmişdi. O özü üçün yol yaratmışdı və yeni əhddə bu yolu yaratdığı yolu keçməyə başladı. Bax buna taxt deyirlər, taxt vəziyyəti. Bu taxtın vəziyyətidir. Taxta Yahya yazır. Yahya yazır ki, o mənə dedi ki, tezliklə nə olacaq? Və kilsələrə mesaj yazmışdı o. Bu kilsənin devridir. Hansı ki, daim peyğəmbərliklərə ehtiyac duyurlar. Onlara kim olacaqlarını, necə olacaqlarını söyləyirlər. Və onlar da buna diqqət yetirirlər. Allahın oğlunda, var burada gənə Allahın oğlu. Allahın oğlunda peyğəmbərlik susur. İsa Məsihdə peyğəmbərliklər sustu. O özü peyğəmbərlik etdi. O yolunu yarattı. O yeni əhdə yaratdığı yolu keçdi və hər şey sustu. Görürsən ki, yeni əhdə peyğəmbərlik yoxdur. Çünki Allahın oğlunda peyğəmbərliklər susur. Və bu peyğəmbərlikləri İsa özü yarattı. Və özü də zühur etdirdi bu ağzından çıxan peyğəmbərlikləri. Bax, bugün bu bizim mövqeyimizdir. Eşidirsiniz məni? Və əlbəttə ki, başa düşməyinizi istəyirəm ki, 2026-cı il artıq bəzi şeyləri gələcək, bəzi faydaların gözləndiyi il deyil. Bu, özünüzə dediyiniz ildir.
ki 2026-cı il o il deyil ki, nələrsə sənin həyata gələcək, nələrsə sənə demişlər, gözləyirsən. Bu, özünüzə dediyiniz ildir ki, mən bu il hansısa bir peyğəmbərlik və öncə görücülük və yaxud da proqnoz gözləmirəm. Mən deyirəm, 2026-cı ili mən öz peyğəmbərliyimi edəcəyəm və özüm də bunu edib yaşayacağam, özüm bu yolu keçəcəyəm. Gözləri sənə görmürəm ki, kəllərcə çıxıb, amma deyəsən, qulaq asdıqda gözləri Bəli, İsa Məsihə baxırıq biz. O, Allahın oğlu olaraq, Allah olaraq peyğəmbərlik etdi. Qulaq as. Allah olaraq peyğəmbərlik etdi. Oğul olaraq etdiyi peyğəmbərliyi yolunu keçərək tamamladı. Özü yarattı bu yolu, özü keçdi bu yolu. Öz yaratdığı yolu özü yaşadı, özü ləzzət aldı, özü keçdi. Bu tam açıqdır hər bir kəsə burada. Açıq deyilsə təzdən bir də izah edeyim, bir açıqlamasını. Məncə kifayət qədər rahat danışdım. Ki sən Allahın oğlu kimi sən öz peyğəmbərliyini edib, öz proqnozunu edib, özün də o peyğəmbərliyi, öz proqnozunu yerinə yetirməlisən. Budur, sən taxta oturub danışırsan, sən deyirsən ki, məndə hər şey tamam oldu. Bəli və amin. Sən deyirsən ki, indi mən hər şeyi yeni yaradıram. Deyən, eşən, deyən. Orada yazılır ki, yeni şey yaratmaq olmaz. Hər şey bir kənara. Bilirsiniz, kim nə proqnozlaşdırırsa, bu sizin səviyyəniz deyil. Kim sizə nə peyğəmbərlik edirsə, bu sizin səviyyəniz deyil. Eşən sizə sizin səviyyənizi deyil. Olduğunuz yeri deyil. Orada aşağıda, kimsə aşağı səviyyədə sən taxta oturmuşsan. Kimsə aşağı səviyyədə haradasa nəsə bir şey proqnozlaşdırır. Sənsə hər şeyi burada yenidən yaradırsan. Və bu düşüncə ilə silahlan. Səmavi texnologiya bunun üçündür. O aşağıda dayanıb, olmaz yaratmaq. Deyənə qulaq asma, aşağı baxma. Sən hər şeyi yenidən yaratdığın üçün bilməlisən ki, ilahi təbiət, rəssam və heykəltaraş kimi, inşaatçı kimi təqdim olunur. Başa düşürsən? İlahi təbiət sənə rəssam və inşaatçı kimi, yəni şəkilini çəkirsən, sonra onu inşa edirsən, belə təqdim olunub sənə. Tanrı özü-özünü belə təsəvvür edir, rəssam və inşaatçı. Bu, elə bir ki, göylərdə, elə bir cənnətdəki hər hansı bir şəxsiyyət demək deyil ki, cənnətdə hansısa bir şəxsiyyət var, Allah o rəssamdır, yox. Bu, ilahi təbiətiniz bir rəssam kimi özünüzə işarə edir, sizin özünüzü özünüzə işarə edir. İlahi təbiətiniz, elə bil, rəsm çəkmək, qaranlığın üstündən vahşi xət çəkmək, qızıl şəhər yaratmaq, salmaq, səltənət tikmək, belə şeylər istəyir sizin ilahi təbiətiniz. O üçün Yahyədir ki, mən qızıl şəhəri görürəm. Qızıldan küçə olan, küçədə asfalt əvəzinə yola döşənmiş, İsa yaratmışdı bu şəhəri. Və göstərirdi Yahyəyə ki, Yahyə sən də beləsini yarat, və bunu mən yaratmışam. Halleluya. Onu görürəm ki, sizin ilahi təbiətiniz rəsm çəkmək, qaranlığın üzündən xət çəkin başı. Qaranlığın üzündən rəssam kimi xət çəkin. Qızıl şəhər yaradın.
Səltənət tikmək istəyin, çünki təbiətiniz bunu istəyir. Bunu siz adlandıra bilərsiniz, bir mövzu kimi, bir termin kimi adlandıra bilərsiniz. Amma hər şeyi yeni yaratmaq istəyi ilahi təbiətdən qaynaqlanır, yəni ilahilikdən əmələ gəlir. Və hər şeydən üstündür, bundan üstünə heç nə yoxdur. Həqiqətən taxta oturduğunuza əmin bir işarə, bu yaratmaq üçün, qarşısı alınmaz, bu yaratmaq üçün, qarşısı alınmaz bir istəyiniz var sizin. Bu ilahi istəkdir. Və onun üçün də ilahi olan İsa Məsih, ilah olan İsa Məsih yaratmaq istədiyi heç nəyin qarşısını almaq mümkün olmadı. O ölümü belə yaratmaq istədi, yarattı. O cəhənnəmə düşmək istədi, düşdü. O ölü olaraq dirilmək istədi, dirildi. Çünki bu onun təbiəti idi. Ölüm onun təbiəti deyildi. Budur həqiqət. Budur ilahi həyatın formatı. Və peyğəmbərliklərin, proqnozların, öncə görücülərin yerinə yetirilməsini gözləmək və əvəz olunmaz bu şeyləri istəmək taxtın mövqeyi deyil. Peyğəmbərlik taxtın mövqeyi deyil. O Patmos adasında sürgündə olan Yahya var idi. Depresiyaya düşür. Bu depresiyaya düşən o Yahya'nın, o əsir düşən Yahya'nın mövqeyidir. Oturdu, dua etdi, transa düşdü və İsa onun yanına gəldi. Daim gördüyü, onunla gəzdiyi, sinəsində yatdığı bu İsa'nın, yəni sözün olduğunu bilirdi. O bilirdi ki, bu söz var, o söz onun ürəyindədir, o söz onun, o başını o sözün sinəsinə qoymuşdur. Amma İsa ona görünəndə, İsa Yahya'ya görünəndə, Yahya'nın onun haqqında bildiyi hər şey harasa yox oldu, itdi. Ümumiyyətlə huşunu itirdi. Elə bilirsə onu sirkəliyib kürəyinə vurub dedi ki, tezliklə bu şeylər olacaq. Amma o hər şey, İsa hər şey tamam oldu deyəndə, İsa deyəndə ki hər şey tamam oldu, Yahya tamamilə fərqli bir vəziyyətə düşdü. Başa düşürsən? Əvari Pabel'in kitablarını oxuyun bu barədə. Çünki Əvari Pabel oxuyanda biz görürük ki, o proqnozlardan çox, daha çox qalib gələn şeylərə sahibdir. Pabel deyir ki, ola bilər ki, mən bəlkə də mən sözdə cahiləm, söz deməkdə hələ də müdriş deyiləm, amma dərk etmədə xeyr. Yəni, Pabelin, həvarilərin heç birinin səmavi texnologiyaya diqqət getirmədiyi və bilmədiyi bir təcrübəsi var idi Əvari Pabelin. Bu istiqamətdə siz çox oxuya bilərsiniz Əvari Pabelin bu mövzusunda. O nə deyir? O deyir ki, biz inşaatçılarıq. Əvari Pabel nə deyir? Real söhbət eləyir, mövqeyini ortalığa qoyur. O deyir ki, biz inşaatçıyıq. Nə bilim, ot, saman, ağac, ot, saman bilsən nə edir? Amma vaxtı tikinti üçün ot, saman lazım idi. Nə bilim, torpaq lazım idi. Ağac, ev tikmək üçün ağac lazım idi. Materialları sayır. Qızıl, qiymətli daşlar. Orada deyirlər ki, hər şey necə tikəcəyinə özü baxsın. Yəni, oxuyaq həmən yeri. Əvari 1-ci Korinth 3-cü fəsil 10-cu ayə. Deyir, Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bürövləri qoydum.
Əbu Pavel deyir ki, Allah mənə lütf verir. Buna görə bünövrəni qoymuşam, artıq bünövrə var. Başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin. Bu sözlərdə artıq səmavi səltənətin texnologiyası və öz təbiətini bir rəssam, elə bir bənna kimi dərk etmə ortaya çıxır. Başa düşürsən? Və hər şeyi yeni yaratdığımızı söylədikdə, biz söyləyəndə ki, hər şeyi yeni yaradırıq. Səmavi texnologiya, bax, bilməyimiz lazım olan şey budur. Necə tikməyi, necə şəkilləndirməyi, nədən hazırlanacağını bil. Hər şey texnologiyanın bilicisi kimi ilahi təbiəti göstərir. Hər şey ona vurğu vurur. Texnologiya biliyi olmadan, indi burada mühəndislər var da, şəhər tikilmir, başa düşürsən, ümumiyyətlə. Səltənət genişlənmir. Hətta iqtisadi model belə yaradılmır, hər şey texnologiya ilə yaradılır. Və bütün bunları yaradanlar bəzən göstərir ki, bilmirsinizsə, ora girməmək daha yaxşıdır. Əgər sən bu işi bilmirsən, sonra girməsən daha yaxşıdır. Ona görə də sənə gələcəkdə bir nümunə göstərəcəyəm. Və Allaha ən xoş, ən məqbul, ən xoşuna gələn qulluğu sənə göstərəcəyəm. Allahın ən xoş, məqbul olan xidməti. Bugün insanlar düşüblər kisələrə, insanları xilas etmək istəyirlər. İsa bütün dünyanı təbliği ilə xilas etmədi. İsa bütün dünyanı təbliğ edərək xilas etmədi. Xeyr. İsa təbliği ilə xilas etsəydi, 5-10 nəfəri, 100, 3000, 5000, 10.000 nəfəri xilas edərdi. İsa bütün dünyanı, bədənini təmin etməklə bütün dünyanı çevirdi. Öz bədənini təmin etməklə. Onun bədəni bunu translyasiya edirdi, bunu yayın edirdi. Yoxsa onun sözü gəlib bugün Azərbaycana mənə çatmaqla heç nə baş verməzdi. Musa Allahın dağda ona verdiyi çadır layihəsi ilə dağdan indi. Nə dedi Allah ona? Bax, hər şeyi dağda göstərdiyim kimi et. Ona göstərdi, sən də bugün görə bilirsən. Gördüyünü yaratmalısan. Musa da bununla dağdan indi. Sonra biz görürük ki, orada bu əhd çadırının, əhd sandığının qoyulma çadırı, ibadət çadırının yazılması, onun təcəssümü, yəni ortalığa çıxması üçün xüsusi insanları Allah məs etdi. Məs edilmişdi onlar. Yadınızdadır, deyir, orada bir Basaleli var idi. Orada Basaleli barəsində yazır, mən onu oxumuşam. Hər şey çox məharətlə o yerinə yetirirdi, edirdi. Çıxış kitabı 31-ci fəsil 1-ci ayədən 5-ci ayəyə qədər oxuyacam. Rəbb Musaya dedi, bax, Yahuda qəbiləsindən Xur oğlu, Uru oğlu Basaleli adı ilə çağırıb, onu Allahın ruhu ilə hikmət, dərrakə, bilik, hər cür məhalətlə doldurmuşam ki, qızıl, gümüş və tuzla işləməyi bacarsın, daş qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin. Yeni texnologiyanı bilən insanların buna çağırıldığı göstərilir. Hamı çadır qurmadı, biri çadır qurdu, biri başqa iş elədi. Amma ilahi təbiətin zühurunun qəbul edildiyi çadıra gəldikdə, səltənətdə gerçəkliyin yaranmasına gəldikdə, texnologiyanı bilən, bacarıqlı və məhz olunmuş insanlar oraya çağırıldı. Çadır izzətin, zühurun etməsi üçün quruldu ki, Allahın zühuru, Allahın, qulaq as, mən bu nağıl deyil, bunu elə belə danışmıram, ki,
çadır quruldu, belə nağıl deyil bu. Burada hikmət var. Çadır ona görə quruldu ki, orada Allahın zühuru, Allahın əlinin işləri zühur etsin. İndi o çadır sənsən, sənin vasitənlə bu işlər baş verməlidir. Çadır ona görə qurulmuşdur ki, görsənsin. İndi dinən o çadır mənəm və xoşbaxtam ki, qulağım bu sözləri eşidir. İlahi təbiətin zühurunu qəbul etdi çadır, qəbul et bugün səndə. Səltənətdə gerçəkliyin yaranmasını qəbul etdi bu çadır, qəbul et səndə. Texnologiyanın yaranmasını qəbul etdi. Bacarıqlı, məs olunmuş insanlar o çadıra çağırıldı. Bunlar hamısı Allahın ruhları idi. Və bu çadır ona görə quruldu ki, Allahın zühuru orada özünü göstərsin. Allahın texnologiyası özünü orada göstərsin. Və sizin barənizdə də yeni əhdə çadır deyilir bir yerdə. İndi yadımdan çıxıb, dəqiq axtarsam taparam. Və bugün mən bədən haqqında öyrədəndə, mən sizləri bədən haqqında öyrədəndə, mənə hücumlar başlayır. Onlar anlamırlar ki, o çadır mənəm, məndə zühur etməlidir həqiqət. Qulaq asırlar, mənə yazırlar, sən nə danışırsan? Bədən nədir? Hücumlar başlayır mənə bunlara görə. Nə? Bədən haqqında? Sən başa düşürsən mənə dinlər nə danışırsan? Ruh haqqında danışmaq lazımdır. Ancaq başa düşün, bədən bu bir məbəddir. Məbəddə yaşayan ruh və Allahın zühurunun o çadırda baş verməsi birbaşa sənin bədəninlə, sənin əllərinlə, sənin bacarıqlarınla bağlıdır. Bədən bir məbəddir. Məbəddə yaşayan ruh, bədən bu, ruhun bir zühurudur. Biz bunun davamını bilirik. Biz bunun, bu barədə mən sizə çoxlu danışmışam, bizim təlimimiz var bu barədə. Məbəd tikildi. İzzət zühuru üçün, Allahın izzətinin zühuru üçün, çadır təcəssüm etdirildi. Başa düşürsən, Musa dağdan o tapşırıqla düşdü onu qurmağa. İsa da dağdan tapşırıqla düşdü sən çadırı qurmağa. O səni qurub artıq, başa düşürsən. Musa dağdan düşüb çadırı yaratdığı kimi, İsa dağdan düşüb səni yarattı. Hey, hey, hey! Vaa! Vaa! Göndərin bu təbliği, bugünkü təbliği. İnsanlara göndərin, bilsinlər, anlasınlar. Nağıllardan çıxsınlar ki, Musa dağdan düşdü, çadırı qurdu. Səninlə bağlıdır birbaşa. O dağdan düşüb o çadırı yarattı. İsa Məsih isə müqəddəs dağdan inib səni yarattı, səni tikdi, sənsən. Səndə təzahür edilməlidir onun bütün texnologiyası, onun bütün bacarıqları, onun bütün işləri. Məbəd tikildi, çadır tikildi, izzət zühuru üçün. Məbəd tikildi, çadır tikildi, izzət zühuru üçün. Başa düşürsən? Başa düşürsən hansı məbəddən danışıram? Hansı məbəddən danışıram? Bəli, sizlərdən danışıram. Göndərin bunu pastorlara. Göndərin bu söhbətləri, qoy qulaq açsınlar, açılsınlar.
Qoy, yazıqdır o kilsədə oturan insanlar, qul vəziyyətində qaranlıqda oturublar. Və yaradın siz qaranlığın üzərindən xət çəkin bir rəssam kimi. Götür karandaşın əlinə qaranlığın üzərindən xət çək. Yenidən yarat, qızıl şəhəri yarat. Məbəd tikildi artıq. İzzət zühuru üçün çadır quruldu. Çadır təcəssüm etdirildi. Siz də bədəninizi, qulaq as, siz də bədəninizi açıq izzətə belə bir şəkildə təqdim etməyi bacarmalısınız. Nə üçün Pavel deyir? Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq ona təqdim edin. Bu sizin ağılla etdiyiniz ibadətdir. İndi anlayırsan çadır söhbətini, indi anlayırsan neçə illərdir çadır nağılı eşidirdin. Romalılar 12:1'də yazır. Həmişə bunu başqa cür başa düşmüşük. Və bu günlərin çadır söhbətindən sonra görürəm ki, Əvvali Pavel deyir ki, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq ona təqdim edin. Bu sizin ağılla etdiyiniz ibadətdir. Başlayın yaratmağa, çadır başlasın Allahın izzətini zuhur etdirməyə. Bədənlərinizi müqəddəs, canlı bir qurban olaraq verin. Öz bədənlərinizi müqəddəs, bax budur sizin ağılla etdiyiniz ibadət. Bir çox insan bədənini, izzətin bədəndə görünməsi üçün necə təmin edəcəyini bilmir. Kilsə rəhbərləri belə izzətin bədəndə görünməsi üçün bunu necə təmin edəcəyini bilmir. İsa isə bunu bilirdi. Fərqimiz nədir? Bizim fərqimiz nədir? Axı onun bədəni bizim bədənimizdir. Biz onun bədəniyik. Axı bədən birdir və fərq nədir? Bəs niyə İsa'nın şəxsiyyəti dağa çıxanda bədəni onun öz bədənini parıldada bildi? Biz isə bunu edə bilmirik. Niyə biz bunu edə bilmirik? İsa bunu necə edəcəyini bilirdi. Və buna görə də gördüyü məbədi zühur etdirdi. Bütün bu illər ərzində bədənin çürüməzliyini və izzətini təbliğ edərək Musa kimi biz də öz ölməz çadır layihəsini qəbul etməklə, öz ölməz bədənimizin çadır layihəsi olduğunu, izzətin zühur etdiyi yer olduğunu qəbul etməklə məşğul olduq. İzzətli bədənimizin nə olduğunu görməyə çalışdıq. Bu dərindir, bu ruhanidir. Bir çoxları üçün bu o qədər ayıb sayıldı ki, ondan imtina etdilər. Nə? Hansı izzətli bədən? Sən nə danışırsan? Hamımız öləcəyik. Hamımız dəfn olunacaq. Hamımızı qurtlar yiyəcək. Ahirət dünyasına ehtiyacımız var. Onun saçlarına bax ağarıbdır. Onun üzünə bax qırışıbdır. Ölməməzliyi ayıb saydılar. Amma mən minnətdarım Rəbbə ki, bu il o bizə açdı ki, dünyada ilk möcüzə ölmək idi. Ölmək möcüzə sayıldı. Əslində biz öz sadəliyimizdə, Məsihin sadəliyində, bu illərdə Musa kimi izzətli bir cismin nə olduğunu xatırlamağa çalışdıq. Biz Musa kimi bizim bədənimizin nə olduğunu mən sizə öyrətdim. Bunu sizə xatırlamağa çalışdım ki, sonradan bunu düşüncə, nəfəs alma, izzətli texnologiyalar vasitəsilə gördükdə, gördüklərimizi göstərək. İsa bununla məşğul idi.
o gördüyünü göstərirdi. Bədəninizi təqdim etmək, bu Allaha ən xoş xidmətdir. Biraz öncə bundan qabaq dedim, Allaha məqbul olan xidmət, bədəninizi təqdim etməkdir. Məhz ona görə də İsa, bəli, Allahın oğlu İsa Məsih, səmavi texnologiya biliklərindən istifadə edərək, bədənin canlı, məqbul bir qurban kimi onu təqdim etdi. O öz bədənini məqbul bir çadır, hüzur çadırında olduğu kimi, orada möcüzələrin baş verdiyini göstərildiyi kimi, özündən İsa adlı çadırda Allahın izzətini zühur etdirdi və öz bədənini canlı, məqbul, razı salan bir qurban kimi təqdim etdi. Bax, bu təqdim, qulaq as, bu təqdim bütün dünyanı ataya tərəf çevirdi. Bax, belə təbliğ insanları ataya tərəf çevirir. Təbliğ edənlər çoxdur büyük və bilirsiniz hamınız, çoxdan da çoxdur. Amma İsa bədənini təqdim etdi. O öz bədənini ataya təqdim etdi və bunu ortaya qoydu. O bunu öz üzərinə götürdü. Sadəcə deyəcəm, bu səmavi texnologiyaları, çürüməzlik, dirilmə, bir anda dəyişmə, enerji yenilənməsi, nəfəs almaq üçün bunları tətbiq etdi o. Yəni, etdiyi hər şey bədənin bir məbəd kimi, öz bədənini bir məbəd kimi elan edərək, başqalarına göstərmək və yayın etmək üçün bunları etdi. Və İsa ataya lazım olan ən məqbul, ən razı salan xidməti yerinə yetirdi, bədənini təqdim etdi. Bugün sənədir müraciətim. Ona görə də yazıldığı kimi, yazılmış ki, biz onun izləri ilə getməliyik. Və yazıldığı kimi, İsa'nın izləri ilə getmək istəyirsinizsə, xidmətin, Allaha xidmətin yalnız müjdəni tətbiq etmək olduğunu fikri ilə silahlanmamalısınız. Siz ancaq bununla silahlanmamalısınız ki, Allaha qulluq eləmək, İsa barəsində gedib küçələrdə danışıb insanları tövbə edib İsa'ya gətirməkdir. Siz onunla silahlanmalısınız ki, biz Allahın izzətinin zühur etdiyi çadırıq. Necə ki, ildə bütün İsrail, ildə bir dəfə Yeruşalimə yığıldığı kimi, indi hər gün, hər saniyə, hər bir vəziyyət sənin ətrafında yığılır və fırlanır ki, sən onlardan istifadə edəsən. Allahın oğlunun əsl xidməti bədənimizi təmin etmək və onu dağda gördüyümüz kimi göstərməkdir. Çadır kimi. İzzətli, çürüməz, ölməz, möcüzəli, yazıldığı kimi artıq alçaldılmamış bədən kimi, alçaldılmamış bədən şəxsiyyət kimi, əksinə ucaldılmış bədən kimi özümüzü görməkdir. Budur özünü Allaha diri və məqbul olan qurban olaraq təqdim etmək. Budur özünü kim olaraq görərək Allaha özünü məqbul olan təqdim etmək. Buna görə də Musa kimi biz də bu məbədi, bu çadırı araşdırırıq. Musa araşdırırdı. Burada bu olmalıdır, burada bu olmalıdır, burada bunu yaratmalıyıq, burada bunu qoymalıyıq, burada bu olmalıdır, burada bu görüntüsünü araşdırırdı və yaradırdı həmən çadırı. Biz də bu çadırı araşdırırıq və yenə də daxili insanla xarici insan arasında bu birlik nöqtəsinin olduğu izzətli bir cismin necə işlədiyini öyrənirik və öyrənəcəyik də ki, bu bizim daxili və xarici insan aramızda olan bu birliyin ortalığa qoyduğu gözəllikləri
zərgərlikləri, rəssamlıqları, heykəltaraşlıqları ortaya çıxartırır. Bu taxtın vəziyyətidir. Həm işıq, həm nəfəs, həm də nə bilim daha çox şeylər kəşf etdik. Və biz bunlara davam edəcəyik. Çünki ilk növbədə atanın özü bunları edir. İndi sizə qulaq asın. Şeypur kimi. Eşitmişsiniz, son şeypur çalınacaq və İsa Məsih gələcək. Eşitmişsiniz. İndi sizə qulaq as, diqqətin məndə olsun. Diqqətin xahiş edirəm məndə olsun. Sənə şeypur kimi, son şeypur kimi bu mesajı səsləndirirəm. O deyirlər, son şeypur çalınacaq, İsa gələcək, nə olacaq, nə olacaq. Mən isə sənə son şeypur səsini səsləndirirəm. Bədənlərinizi təqdim edin. Bu Allahın ən xoş xidmətidir, elçidir. Budur son şeypur. Bədənlərinizi ona təqdim edin. Bədənlərinizlə məşğul olun. Bu həyat kitabı ilə məşğul olun. Onu oxumağı öyrənin. İndi bu, mənim sizə danışdığım bu, hər yerdə nəzərə çarpan Allahın rəssamlığıdır. Bəli, şəfa hər kəs üçündür. Amma şəfa sənəti var. Bu sənət var, başa düşürsən? Düşüncənizi və vəziyyətinizi necə quracağınızı bilin ki, həyat verən ruhun gücü sizdə görünsün, yaşasın və sizin vasitənizlə görünsün. Özünüzü bu şəkildə qurma sənəti var. Hey! Ona görə də qulaq as. Sənə peyğəmbərliyi olmayan bir vəziyyət danışıram, taxtın vəziyyətini. Buna görə də bugün heç bir şey istəmirik. Heç bir şey üçün çalışmırıq. Ümumiyyətlə nə qədər şərəfli və gözəl bir yaradılışın bizə verildiyini və ya sahib olduğumuzu özümüzə bilməklə bunları açırıq özümüzə. Beləliklə biz səmavi yaradılış texnologiyaları ilə proqnozları, səmavi yaradılış texnologiyaları ilə peyğəmbərlikləri gözləmirik, proqnozları gözləmirik. Gələcək sözlərin, xeyirduanın və hadisələrin kölgəsində yaşamırıq artıq. Ki sən xeyirdualı olacaqsan, Allah sənə xeyrdua versin. Biz belə şeylərin kölgəsində yaşamırıq. Bizdə tezliklə nəsə olacaq deyil. Bizdə hər şey tamam oldudur artıq. Hey! İndi istəyirəm ki, hamı bu mövqeyə çəkilsin. Və istəyirəm ki, bu mövqeyə çəkilin. Özünüzü bu mövqeyə çəkin. Və yalnız görüntü ilə deyil, yalnız nəzəri cəhətdən deyil, bütün qəlbinizlə mənim arxamda indi deyil. Rahatlaşın. Mən aparacağım sizi, yönləndirəcəm sizi. Biz taxta oturmuşuq. Olduğunuz yerdə rahat oturun, uzanın, yumun gözlərinizi. Yumanla özünü taxta görəcəksən. Həmən an görəcəksən ki, idarəçiliyə nəzarət edən sənsən. Denən tamam oldu. Mən tamam oldu vəziyyətdə yaşayıram. Mən heç vaxt nə olacaq, əgər onda deməyəcəyəm. Mən həmişə deyəcəyəm, məndə hər şey var, hər şey mənim daxilimdədir. Denəm, mənə lazım olan tək şey dərk etmə və azad etməkdir, dərk etdiklərimi.
Mənə lazım olan tək şey dərk etdiklərimi yayın etməkdir. Çünki mən taxta oturmuşam. Heç kim taxta peyğəmbərlik edə bilməz. Yəni, yalnız mən deyəcəyəm, yaradacağam ki, və nə olacağını göstərəcəyəm. Vaxtilə fərq budur. Kimlərsə tezliklə olacaq ölçündə yaşayacaq. Mən isə tamam oldu vəziyyətində yaşayıram və yaşayacağam. Tezliklə olacaq vəziyyətdə yaşayanlar heç nə edə bilməzlər. Tamam oldu vəziyyətində yaşayan isə hər şey edir. Və o deyir, mən hər şeyi yenidən yaradıram. Denən Allahın oğlu kimi mən dedim və mən yerinə yetirdim. Denən heç kim mənə heç nə proqnozlaşdırmadı. Heç kim mənə peyğəmbərlik etmədi. Bütün bunları mən deyirəm. Beləliklə peyğəmbərliklər susur. Padşahlar ağızlarını onun qarşısında bağlayırlar. Denən hətta dünyanın hökümdarları da mənə nə olacağını deyə bilməyəcək. Hamı üçün denən nəsə deyəcəklər. Amma mənim üçün isə denən, mən dediyim vəziyyət olacaq. Hər şey mən dediyim kimi olacaq. Amin. Amin. Bugün atanın bizə xatırlatdığı, uşaqlar, mənə baxın indi, bugün atanın bizə xatırlatdığı, yenilədiyi bu səlahiyyətdir. Və əlbəttə ki, siz artıq yaratmağı qərarlı olduğunuz zaman bu sadəcə mən sadəcə hər şeyi yaradıram olmalı deyil. Növbəti sual yaranır. Sən hər şeyi yeni necə yaradırsan? Sən ilahi təbiətini necə dərk edirsən? Bu cənnət mayasının mayası kimi onu necə böyüdürsən, genişləndirirsən, bunu necə artırırsan? Bu təvlid boyu mən bunların hamısını sənə xırdaladım. Bax, bu bir sənətdir. Sən şəkili necə çəkirsən, qızıldan bir şəhəri necə qurursan, necə genişləndirirsən. Bunun üçün bizə qarşıda çox dadlı, güclü, bolca öyrənəcəyimiz səmavi texnologiyalar gözləyir. Şübhəsiz ki, biz özümüz də güclü genişlənmə, elə bir güclü işıq görəcəyik ki, öz daxilimizdə. Hansı ki, bugünə qədər görməmişik, bilməmişik, amma artıq bilirik. Halleluya! Rəbbin uca adına izzət olubdur. Sən də onun yer üzərində gəzən izzətisən. Sən Musanın tihdiyi çadırsan. Sən Allahın izzətinin zühur etdiyi, Allahın izzətinin yarandığı çadırsan. İndi bildiyin o çadır nə üçün qurulub? Ora qurulmayıb ki, orada kimlərsə gəlib ibadət etsin. Ora qurulub ki, sən özünü başa düşürsən ki, hər şey sənsən, çadır sənsən. Halleluya. Halleluya. Vah, halleluya. Halleluya. Rəbbin uca adına izzət olub artıq. Halleluya. Amin.